Selamünaleyküm. Bugün Gazali hakkında müəyyən fikirlərimi açıqlayacağım. Əslində kanalda bu haqda video çəkmişdim, amma o çox da xoşuma gəlmədi. Ümumiyyətlə kanalda çəkdiyim videolarda müəyyən səhvlərin olduğunu düşündüyümdən o səhvləri düzəldib videoları yenidən yükləməyi fikirləşirəm. Onun üçün də indi bu haqda çəkdiyim videonu yenidən çəkmək istəyirəm. Şimdi məsələn, çəkdiyim videolarda notlara, qeydlərə çox baxdığımdan dolayı o qeydləri də əlimdən gəldiyində düzəldib, toparlayıb o şəkildə çəkməyə çalışıram. İndi videoya keçmədən əvvəl videonu bəyənib, paylaşıb, abunə ola bilərsiniz. Videoya başlayabiliriz. Gazali 12-ci əsrdə yaşamış, İslamın hüccəti olaraq bilinen bir alimdir. Özü İhya-i Ulumuddin deyə məşhur bir kitabın müəllifidir. Gazali özü öz həyatında, fəlsəfəsində daimi olaraq İslam fəlsəfəsini əsas tutmuş və bu yöndə fikirlər sərd eləmişdir. Öz qeydlərində daimi olaraq saf bilgi və məlumatın əsas olmasını qeyd etmişdir. Gazali haqqında bilinen məlumatlarda müəyyən əskikliklərin olması cəhətindən bu videonu çəkirəm. Öz araşdırmalarıma dayanaraq deyə bilərəm ki, bu haqda anlatılan fikirlərdə müəyyən əskikliklər olmaqla birlikdə Gazalinin əksinə danışıb, özünü çox böyük bilən və yaxud da İslamda özünü əhəmiyyətli yerdə biri olduğunu deyənlər də var və yaxud da heç də əhəmiyyətli deyil, anlatılan fikirlər çox da önəmli deyildir deyənlər də vardır. Əslində baxanda Gazali haqqında anlatılan tərəddüdlü fikirlərin təməlində özünün ortaya qoyduğu təsirdir. Çünki hamı tərəfindən bilinen ümumi bir qaydadır. Meyvə verən ağac daşlanar. Gazalinin ortaya qoyduğu həqiqətlərlə çox böyük nəticələr ortaya sunduğundan dolayı ona da daima daş atılmış və daima fikirləri rədd edilməyə çalışılmışdır. Xüsusən də bir fikri anladanda və yaxud da biri haqqında bir məsələ anladanda ən təsirli yol o adam haqqında anlatılan fikrin yarısına qədərini doğru anlatmaq. O adamın həyatını, fəlsəfəsini, İslam'a verdiyi faydaları anlatmaq və onun nə qədər də böyük, əhəmiyyətli işlər ortaya qoyduğundan danışmaq önəmlidir. Çünki biri haqqında bir məlumat verəndə onu əgər pisləyəcəksənsə, əvvəlcə pislənmək yerinə yaxşılamağa seçə bilərsən. Çünki o adama nifrət edənlərdən çox sevənlərin olduğunu düşünərsən və sevənlərin olduğunu düşündüyündən dolayı da o adama daha çox ortaya qoyduğu tərəqqilərdən danışarsan. Məsələn, Gazali haqqında danışacaqsansa və əgər ki, ortaya qoyduğu şeyi pisləmək istəyirsənsə və ən təsirli metod ilə getmək istəyirsənsə, əvvəldə Gazalinin İslam'a verdiyi əhəmiyyətli faydalardan, fəlsəfədə ortaya qoyduğu böyük nüfusdan danışacaqsan, səyahətlərindən danışacaqsan, məsələn, Dürdana getməsindən danışacaqsan, bunları bir-bir anladacaq və Gazali haqqında ümumi fikir sahibi olduğunu bildirəcəksən. Bunu bildirdikdə sənin etdiyin əsas məsələ Gazaliyi
nə qədər də yaxşı tanıdığını və Qazali haqqında nə qədər də çox məlumatın olduğunu bildirməkdir. Çünki ümumiyyətlə baxdığında Qazali kimi adamlar daimi olaraq əsas da Türk millətində sevilmiş böyük zatlardır. Yəni biri haqqında da əgər normal məlumat verə bilirsənsə, o adamı nə qədər yaxşı tanıdığını göstərirsən. Yəni o adamı nə qədər də yaxşı anladığını və anlayaraq anlattığını bildirmək üçün araşdırmalarını sunmağa başlayırsan. Araşdırmalarını sunduqdan sonra isə əgər niyyətin doğrudursa, onsu da sən də təsdiq etdiyini bildirirsən. Yox, əgər niyyətin doğru deyilsə, sadəcə olaraq niyyətinin əksini ifadə edirsən. Yəni, məsələni anladırsan, izah edirsən, nə qədər də bilgili olduğunu, məlumatlı olduğunu, 4000 səhifəli İhya-i Ulumuddini yazdığını, İbn Sina haqqında araşdırdığı fikirləri anladırsan və axırda da deyirsən ki, İbn Rüşd də Qazalinin İbn Sina haqqındakı fikirlərinin çox da önəmli olmadığını demişdir. Sən ortada olmadığın halda İbn Rüşdün fikirlərini ortaya sunub söyləmək istədiyin adam haqqında çox gözəl qaynaq taraması etmiş olursan. Çünki İbn Rüşdü tanıyan çox adamın olmadığını düşündüyündən dolayı bağlantı quraraq bu adam da belə demişdir və o zaman da bu adamın bütün doğrularını bir qırağa ata bilərik deyirsən. Əslində baxanda isə bir bağçada bir neçə meyvə türk ola bilər. Bu, bütün bağçanın türk olduğunu da göstərməz. Əgər ki, doğru surətlə araşdırdığında nə qədər də faydalı töhfələrinin də olduğunu göstərə bilərsən. Ümumiyyətlə baxdıqda isə keçmiş zaman, orta əsrlər daha çox İslamda təriqətçiliyin hakim olduğu zamanlar olmuşdur. Qazali də imam olduğunu bildirmişdir, lakin o zamanlar da təriqətin hakim olduğu zamanlar idi. Yəni, indi də izlənməsi məqbul görülən 12 təriqət olduğu qeyd edilir. Lakin indi bununla bərabər din və yaxud da dindən aid adamlar, dini mövzular danışmaq çox da absurd qəbul edilir. Məsələn, mənim kanalda çəkdiyim videolar əksəriyyətlə tibbi videolardır. İndi çəkdiyim videoda kanalda çəkdiyim bir videonun əslində bir video izahı və yaxud da bir açıqlaması qısa bir özəti halında çəkdiyim bir videodur. Bəlkə də çəkdiyim özət videonun özündən də uzun ola bilər. Orasını tam deyə bilməyəcəm. Amma bu qədərini deyə bilərəm ki, bu videoları çəkdiyində, məsələn, tibbi videoları çəkirsən, çoxlu məlumat anladırsan, bu normal qarşılandığı halda dinə aid arada %1 də olsa bir məsələ və yaxud da video çəkəndə bu çox da xoş qarşılanmır. O saat bu geridir, yobazdır, deyilir. Halbuki normal vaxtı danışdırsan adama, mən də Allaha inanıram deyər. Amma danışmağa gələndə ağır gəldiyindən qaçmağa çalışır. Hətta ölümdən danışsan belə bu məsələlərdən danışıb bir-birimizi yormayaq, sıxmayaq. Bu məsələlər ağır məsələlərdir. Bu məsələlərə çox da girməsək, yaxşı olar kimi ifadələrlə uzaq qaçılmaqdadır. Bundan sonra isə bu məsələləri çox ayrıntılı surətdə araşdırmaq və araşdırdıqdan sonra ortaya gəlib yarım saat filan kəs, məsələn, indi tanışdığımız adam Qazali haqqında məlumat verir, oxuduğu kitablardan, getdiyi səyahətlərdən anlatdıqca anladır. Belə adamlar da əllərində məlumatı hər yerdə satmağa, hər yerdə onları deməyə çalışır. Elə bir adam anladır və sənin də bu haqqda heç bir məlumatın olmadığından, heç bir şey araşdırmadığından dolayı o saat inanır və safiyanə bir şəkildə deməli,
bu filankes adamlar da böyle imiş, filankes İslami adamlar da böyle yalancıymış, onsuz da bu din de batıldır demeye kadar geçmişlerdir. Yani dediğim odur ki, ayrıntıları çok yaxşı veren adamın her zaman doğru dediğini göstermez. Sadece olarak bu adam ayrıntıları çok yaxşı verdiğinden dolayı ihtimalları çok yaxşı oxumuşdur. Ve ihtimalları çok yaxşı olduğundan dolayı da biri hakkında məlumat vererken çok detaylı surette məlumat verə bilər. Məsələn, Qazali hakkında danışır. Qazali hakkında kitabından danışır. Məsələn, Abdurrezzak Tekin Gazali'nin Hakikat Arayışı kitabından danışmaya başlayır. Ben de bu kitabı başlamışım okumaya, tam bitirmemişim. Ama güzel kitaptır, okumak isteyene de tavsiye ederim. Orada Gazali'nin seyahatlerinden, gettiği yerlerden danışılır. Yani birini de deyəcəm. Gazali mesela Dürdan'a gelir. Dürdan'a ilim tədris etmeye ve orada notlarını bir de oxumağa, gözdən keçirməyə gedir ve yolda da oğrular yolunu kesir ve bütün pulunu alır, oğurluyor ve Gazali oğruların reisinden pulu filan değil de qeydlərini istəyir. Yani təhsil ilim onun için çok önemli olduğundan dolayı qeydlərini geri istəyir. Oradan reis de deyir ki, ben deyir aldığın təhsil bu qədərdir də, əlində qeydi belə əzbərləyənmirsən yani. Oğruların reisi bunu deyir ama qeydləri verir. Qalan şeyler pulda vermeli, sadece olarak notalarını verir. Gazali de bu vəziyyəti Allah'ın bir ikazı sayır. Yeniden Şam'a qayıdır ve bu elindeki bütün notları, ezberlemediği notları 3 il içerisinde ezberleyir. Ümumiyyətlə Gazali'nin hayatında böyle bir istikameti vardır ki, o daimi olarak bir yerden başka yere gitmiş ve öz daima müderris olduğu ve tedris verdiği yeri böyle terk etmiş ve bu yeri terk ettikten sonra öz hakikat yolunu aktarmaya başka yerlere, Irak taraflara, Orta Doğu'da daha mesela Dürdan'a gitmesi özü doğru nedir, bunu aktarmaya çalışır ki, bunu aktarmaya çalışanda da 38 yaş olur, yani yetkin bir yaşta. Yani bu hakikat arayışında da en büyük kitapları da bu illerde yazılır. Mesela İhya-i Ulumuddin kimi kitapları bu illerde yazılır. Mekke'ye, Medine'ye hacca gelir. Yani bütün bunlar Gazali'nin hayatından müəyyən hisselerdir. Size dediğim kitap bu idi. Gazali Hakikat Arayışı. Münkiz Mined Dalal. Münkiz özü kabız sözünden gelir. Kitap yurdunda falan satılır. Buradan balada bir paragraf okuyacağım. Yani çok okumayacağım. Aslında özüm de okuyordum bu kitabı. Yani bu şekilde. Kelamcılardan bir grup Yüce Allah'ın kendilerine yüklediği görevi yerine getirmiş, en güzel şekilde sünneti korumuş, peygamberliği kanalıyla benimseyip aldıkları inancı savunmuş ve bidattan kaynaklanan şeyleri değiştirmişlerdir. Fakat bunu yaparken hasımlarından devraldıkları öncüllere dayanmışlardır. Onları bu öncülleri kabul etmeye mecbur bırakan husus ise ya taklit yolunu tutmaları veya ümmetin icmağını benimsemeleri yahut da sadece Kur'an-ı Kerim ve hadisleri kabul etmeleridir. Kelam alimleri çoğunlukla hasımlarının birbiriyle çelişen sözlerini bulup ortaya çıkarmakla ve doğru kabul ettikleri öncüllerinin müsellamat, zorunlu mantıksal sonuçlarını eleştirmekle meşgul oldular. Yalnız onların bu metotlarının zorunlu bilgilerden başka bir bilgiyi kabul etmeyenlere faydası oldukça azdır. Bu yüzden kelam benim için yeterli değildi ve şikayet ettiğim hastalığıma çare olmuyordu. Evet, kelam ilmi ortaya çıkıp bu ilimle uğraşanların sayısı artınca ve uzun bir zaman da geçince kelamcılar işlerin hakikatini araştırmak suretiyle sünneti savunmanın ötesine geçtiler.
cevher, araz. Cevher kendi başına bulunan ve değişmeyen öz varlık anlamında. Araz ise cevherin gelip geçici niteliği anlamına gelen, cevher ve zatın zıddı olarak kelamdan felsefe, mantık ve kelam terimleridir. Ve bununla ilgili hükümleri incelemeye koyuldular. Ancak bu husus onların ilimlerinin asıl amacı olmadığından düşüncelerin nihai amacına ulaşamadı. Dolayısıyla da halkın görüş ayrılıklarındaki şaşkınlıktan doğan karanlıkları bütünüyle ortadan kaldıramadı. Benden başkası için bu mümkün olabilir. Hatta bazıları için bunun meydana gelmiş olmasından da şüphe etmem. Fakat onların elde ettikleri bu sonuç, öncel bilgilerin dışındaki bazı konularda taklitle karışıktı. Oysa şu an benim amacım durumumu anlatmak olup, kelam ilmiyle şifa arayanları yadsımak değildir. Zira şifa veren ilaçlar hastalık türlerine göre değişir. Nice ilaç vardır ki bir hasta ondan yararlanırken bir başkası zarar görür. Yani Gazali hakkında okudu, bu fikirler Gazali'nin fikirleriydi. Yani bir fikirden biri fayda gördüğünde başkası zarar görebilir. Kelamcıların da fikirlerinden biri fayda görende başkası zarar görebilir. Yani bu meselelerde ileri ki herkesin müəyyən fikir ve görüşü vardır. Lakin perspektive geniş bakmalı ve mübahiseye yol açacak şekilde değil de hürmetle danışmak bence daha düzgündür. Ve yani dini meselelerden danışanda benim fikrime göre niyeti doğru olan adam danışmalıdır. Yani Gazali hakkında niyetin yaxşı değilse, zaten sen bütün kitabı anlatsan da Gazali belli etmiştir. Onsuz da Gazali'nin İbn Sina hakkında dediği fikirler çok da önemli değildir. Çünkü İbn Rüşd de böyle demiştir. Gazali özünü beğenmiştir. Gazali özü məlumatlarını daima üstün görmüştür. Avam halk tabakasının karşısında özünü daima üstün göstermiştir. Kimi yanılgılarla fikirleri tekzip etmeyi bacaracaksandır. Yani kısa ve net şekilde diyecek olsam, birini eğer pislemek istəyirsense, onun yaxşı məziyyətlərini əvvəldə say. Çünkü sen yaxşı vəziyyətlərini əvvəldə saydığından ortak bir nokta tapmış olursan. Biri hakkında bir fikir alışverişine girirsen ve ondan sonra pis bir şey deyəndə, bu böyük ihtimalla meseleni anlamayan adamın qəbuluna yol açacaqdır. Çünkü ümumi qaydadır ki, yalanın en şiddetlisi yarısı doğru olan yalandır. Yani bu hakkında da özüm de araştırdığımdan, müəyyən fikirlerde gördüğümden, indi de vaktim oldukça araştırıram. Yani arada vakti oldukça hobi kimi. Araştırdığımda mümkün olduğunda video şeklinde çəkirəm. Bu şekilde fikrimi ifade etmeye, çatdırmaya çalışıram. Yani benim deyəcəyim artık çok da bir şey yoktur. Videonun çok uzun olmasını da istemiyorum. Çünkü özüm de Gazali'ni çok yüksek seviyede araştırmamışam. Ama elimden geldiğince okuyacağım. Böyle başka diyebilecek bir şeyim yoktur. Kanala yeni gelenler için deyim, adım İslam'dır. Bu şekilde oldu, sağ olun.